Siyəzəndə vətəndaşlar işə qəbul olmaq və pensiya çıxarılmaq adı ilə dələduzluğun qurbanı olub. Onlar Siyəzən rayon mərkəzi xəstəxanasının keyfiyyətə nəzarət şöbəsinin müdiri və Siyəzən rayon poliklinikasının keçmiş direktor əvəzi olan Əlibəyeva Elnaz Qabili qızı tərəfindən aldadıldıqlarını iddia edir. Sevinç Aymaza müraciət edən rayon sakini Məmmədov Mehralı Canlaroğlu bildirib ki, o 2021-ci ildə oğlunu Siyəzən rayon mərkəzi xəstəxanasına sürücü işinə düzəltmək üçün Elnaz Əlibəyevaya müraciət edib və Elnaz Əlibəyeva vətəndaş Mehralı Məmmədovdan bu işi üçün 8500 manat vəsait alıb. Mən Məmmədov Mehralı Canlaroğlu, Siyəzən rayonu sakini. 2021-in dekabrında mən Elnaz Əlibəyeva bayidən pul götürüb, borc edib, malımı, qızılımı satıb, oğlumu şofer, bayini sürücülük götürmək üçün pul aldı ki, oğlumu işe salacağım. Günün bugünkü gününe kimi nə oğlumu işe salıb, nə pulumu qaytarırlar. Mehralı Məmmədov Elnaz Əlibəyeva oğlunun sürücülük vəsiqəsinin olmadığını bildirib. Sürücülük hüququnun olmamasının onun mərkəzdə sürücü işinə düzəlməsində hər hansı bir problemə səbəb olacağını soruşanda isə Elnaz Əlibəyeva ona sürücülük vəsiqəsinin də verdiyi 8500 manat vəsaitin içərisində həll olunacağını bildirib. Fakt, mənim oğlumun pravası yoxdur. Birinci prava da onun içində alınacaq. Sürücülük vəsiqəsi onun içində. Sürücülük vəsiqəsi də onun içində alınacaq, 8500 gətirir, sənin oğlunu işe götürəcəm. Onlar özləri deyəcəklər, özləri sənə oxuturacaq, onun pravasını özləri verəcək. Elnaz Əlibəyevanın toruna salıb pulunu mənimsədiyi digər bir rayon sakini isə Mustafayeva Fərqanə Mirzəcan qızıdır. Pensiya təyanatı dayandırılan həmin vətəndaşın pensiyasının bərpa olunması üçün keçmiş direktor əvəzi Mustafayevlər ailəsindən tələb etdiyi 2000 manatın 1200 manatını ala bilib. Getdim forma 88 vurdum, cavab alınmadı da, düz olmadı. Bir də oturmuşam evimin içində, xəbər gəldi mənə üçün ki, tez sroçunu gəl, sənin pensiyonu düzəlir, gəl bir belə pul ver mənə, mən sənə köməklik eləyim. 2000 istədim, 1200 verdim, razılaşdı mənimlə. Dedim, düzəlt mənim uşağımın sənədlərini, qalanını da verəcəm. İndi onun ilə belə 4 ildir, mən pulumu ondan ala bilmirəm. Pensiya çıxa bilmədiyim üçün, mənim arxam olmadığı üçün, mənə də deyilib ki, pulla düzəlir. Əgər pulla düzəlirsə, elə belə mən xəstə olmuram, amma pulla mən xəstə oluram. Mən də indi pulumu vermişəm, amma indi pulumu ala bilmirəm. Mən də istəyirəm ki, mənə birinci növbədə kömək olsun, mən pulumu alım. İkinci növbədə də mən kömək istəyirəm ki, mən fakt xəstəyəm. Mənim pensiyam düzəlsin. Çox xahiş edirəm. İşində yol verdiyi nöqsanlara görə həmin müddətdə məhkəmə qərarı ilə işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən azad edilən Elnaz Əlibəyeva daha sonra Xızı rayon mərkəzi xəstəxanasına şöbə müdiri və oftalmoloq kimi işə düzəlib. Daha sonra şöbə müdiri vəzifəsindən azad edilən Elnaz Əlibəyeva hazırda oftalmoloq kimi işinə davam edir. Xızı rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsi Behtaş Nəbiyev Sevinç Aymaza verdiyi açıqlamada Elnaz Əlibəyeva həmin xəstəxanada həkim oftalmoloq kimi çalışdığını təsdiqləyib. Stat: Elnaz Əlibəyovanın Siyəzəndə müəyyən problemlərinin olduğunu bilirik, amma məhkəmə onun tibbi diplomunu əlindən almayıb. Bizim xəstəxanada da həkim çatışmazlığı mövcuddur. Hazırda onun bu tibb ocağında çalışmasında zənnimcə hər hansı bir problem yoxdur. Məsələ ilə əlaqədar olaraq adı çəkilən Elnaz Əlibəyeva ilə əlaqə saxladı. O səsləndirilən iddiaların əsassız olduğunu bildirib və qeyd edib ki, adı çəkilən şikayətçilərin yalnız birini, Məmmədov Mehralı Canlaroğlunu tanıyır və onunla yaxın qohumluq əlaqəsi var. O Mehralı Məmmədovdan borc aldığını və həmin pulu yaxın günlərdə geri qaytaracağını bildirib. Sən mənim 6000-imi avaq verirsən. Niyə? O bir üstündən xat çəkməli, hə? Yox,